Salam, hər vaxtınız xeyirli olsun. Dostlar, deməli bu şəkildə gördüyünüz bu peysərgədə bu satqın xain köpək götürüb mənim əleyhimə 6 səhifəli şikayət ərizəsi yazıbdı. Bəs da burada Almaniyada BAMF var. BAMF yəni ki, qaçqınların, yəni gəlmələrin işinə baxan qurumdur. Yəni dövlət idarəsidir, dövlət qurumlarıdır. Götürüb oraya yazıbdı mənim əleyhimdə 6 səhifəli şikayət. Özü şikayət də nə olsa yaxşıdır. Hamısı yalanlardan, hamısı boş şeylərdən ibarətdir. Düzdür, bunun məziyanı yoxdur. Amma bunu siz etməməlisiniz. Yəni bu hərəkət satqınların, xainlərin hərəkətidir. Sizin var ha, götünüzə pas soxmaq lazımdır. Sən qabilin, sənlə bir yerdə bir cərgədə duran kim varsa, götünüzə pas soxmaq lazımdır. Hazır olun, onsuz da bu gündən belə hər verilişimdə sizin ananızın ağzına çırğalayacağım. Sizin arvadınızın, uşağınızın ağzına çırğalayacağım. Sizi biabır eləyəcəm hər yerdə. Cırığın balaları cırıq. Gedib mənim əleyhimə şikayət edirsiniz. Şikayətdə nə yazılsa yaxşıdır dostlar. Yazıbdı ki, bəs Rafael Piriyev Azərbaycanda qaçaqmalçılıqla məşğul olub, insanların pullarını atıb qaçıbdı, Avropaya gəlib, bu Azərbaycan hakimiyyətinin Avropaya yerləşdirdiyi adamdır. Özü də 2016-cı ildə Fransada olubdu, maşın oğurluğu ilə məşğul olub, maşın oğurlayıb, cibgirənlik eləyib, mənim haqqımda yazırlar. Və bilirsiniz, heç olmasa qanunların qarşısında başı dik olun da. Yəni qanun qarşısında belə özünüzü apara bilmirsiniz. Sən qanunları belə alladırsan, gedib yazırsan ki, Rafael Piriyev 2016-cı ildə Fransada olubdu və maşın oğurluğu ilə məşğul olubdu. Axı 2016-da mən Almaniyada olmuşam, ay qabil. Ay peysər yığını peysər. O vaxtı Vidadi İskəndərli də mənim əleyhimə belə yazmışdı. E-maili ilə, hamısı adından, yəni Vidadi İskəndərlinin adına e-mail. O vaxt mənim əleyhimə Vidadi İskəndər də belə yazmışdı. Güya mən hakimiyyətin adamıyam, qaçaqmalçılıqla məşğulam. Sonra nə bilim, cibgirənlik eləyirəm, Azərbaycan hakimiyyətinin adamıyam, bura yerləşdiriblər, müxalifəti dağıtmaq üçün. Mənim əleyhimə, siz nə qəhbə adamlarsınız, siz nə peysər adamsınız, sizə dəstək verənlər də elə sizin kimi peysər qəhbə yığınıdır. Allah'ın olsun, kim sizlə eyni cərgədə durursa, onlar da elə sizin kimi arvadı qəhbələrdir. Namussuzdur, peysərdir, bilət, yobana vurur. Siz mənə də falırsınız, sizin nəslinizin bilət, qız gəlinlərinizə soxsun bu Almanın kişiləri. Siz mən niyə? Yaxşı, mənim haqqımda belə dedi, şikayət edirsənsə, heç olmasa düzünü yaz da. Yaz yine ki, Rafael Piriyev məni söyübdü, arvadımı, qızımı, gəlim cavab verim. Deyim ki, niyə söyümüşəm? Maşinlikdir nədir, maşın oğrusudur nədir? Sən mənim əleyhimə niyə yalan yazsan, Qabil Məmmədov? Sənin var ha, götünə pas soxacam. Sənin o kurğundur, nə bilim, Elşadındır, nə zibillərindir. Götünüzə pas soxacam, sizin biabır eləyəcəm siz hər yerdə. Siz ki, mənə qarşı bu xəyanət edirsiniz, siz ki, mənə qarşı bu oğraşlığı, bu cındırlığı edirsiniz, sizin var ha, arvadlarınızın ağzına verəcəm, qəhbələr bilət. Hazır olun siz, göt verənlər.